yani sərtliyi 200 Nm olan bir yay 3 metr uzadılır. Yayın potensial enerjisi məndən soruşur. Baxın, mənə K-nı verib nə qədərdir? 200. Bir də X-i verib nə qədərdir? 3 metrdir. Onda yayın potensial enerjisi kx kvadrat bölü 2 düsturundan hesablanacaq. K-nın yerinə yazırıq 200. X-in yerinə 3-ün kvadratı, yəni 9 bölünsün 2. Deməli, burada da eləyir cavab nə? 900 Joule Y variantı. Yay sabiti K olan bir yay 0,1 metr uzadıldığında potensial enerji nəyə bərabər olur? 30 Joule'a bərabər olur. Məndən K sərtliyi soruşur. Yenə yayın potensial enerjisini düsturun yazıram. Kx kvadrat bölü 2. K-nı buradan tapanda olur. 2y potensial bölünsün X-in kvadratı. Yazaq 2 vurulsun 30. Deməli X-in kvadratı bunu 10 üstündə mənfi 1 kimi yazsaq kvadratı olacaq 10 üstündə mənfi 2. Deməli 60'ı da 10 üstündə mənfi 2 bölündə cavab eləyəcək 6000. Yay sabiti 800 Nm olan yay bir miqdar uzadılanda 1600 Joule enerji depolanır. Yay neçə metr uzanmışdır? Baxın, kx kvadrat bölü 2 düsturundan X-i tapaq. X nəyə bərabər olacaq? 2y potensial bölünsün K-ya. 2 vurulsun potensial enerjimin 600. K da 800'dür. 800 ilə 1600 gedir, yuxarıda qalır 2. Kök altında 4-dən də çıxır 2. Deməli, yay 2 metr uzadılıbdır. Yatay və sürtünməsiz düzləmdə, üzr istəyirəm, bir yayın önünə 2 kiloqram kütləli cisim qoyulandan sonra yay 0,5 metr sıxışdırılıb sərbəst buraxılır. Buna görə cismin hızı. Deməli, yayın potensial enerjisi nəyə çevrilir? Kinetik enerjiyə çevrilir də burada. Onda kx kvadrat bölü 2 nəyə bərabər olur? mv kvadratı bölünsün 2-yə. 2'lər ixtisar getdi. Bax, sürəti buradan tapsam nə olacaq? Kök altında kx kvadrat bölünsün m. K-nın yerinə yazırıq 800. 0,5 metr sıxışdırılıb. 5 vur, 10 üstü mənfi 1. Onda kvadrata üstəsə 25 vurulsun. 10 üstündə mənfi 2. Şimdi yazarıq. Kütləmiz də nə qədərdir? 2 kiloqramdır. Deməli, 10 üstü mənfi 2, bax bu sıfırları aparacaq. 2 ilə 8 ixtisar edir 4. 4'ü 25'e vuranda 100. Oradan da neçə çıxır? 10 çıxır. Deməli, 10 metr bölü saniyə sürətə malik olur. Baxaq. Sürtünmələrin önəmsənmədiyi şəkildəki düzənəkdə 4 kiloqram kütləli cisim 20 metr bölü saniyə hızla nə olur? Fırlatılır. Cisim yayı ən fazla 1 metr sıxışdırdığına görə yay sabiti məndən soruşur. Deməli, burada hərəkət enerjisi yayın potensial enerjisinə çevrilir. Yəni, mv kvadratı bölü 2 nəyə çevrilir? Kx kvadratı bölünsün 2'ye çevrilir. 2'ləri ixtisar apardım. K-nı tapanda nə edirəm? mv kvadratı bölürəm nəyə? X kvadratına. Kütləmi verib 4 kiloqramda, sürətimi verib 20 kvadrat olacaq 400. Deməli, X-i də verib 1, onda kvadratı 1. Kök altında 1600, oradan da neçə çıxır? 400 çıxır. Cavab olur B variantı. Düşey kəsidi şəkildə kimi olan düzənəkdə sürtünmələr önəmsizdir. Sürtünmə nəzərə alınmır. Deməli, sərbəst buraxılıbsa başlanğıc sürət yoxdur. Yəni V0 sıfırdır. Sərbəst buraxılan 3 kiloqram kütləli cisim yayı ən fazla nə qədər sıxışdıra bilər? Deməli, bax, burada müəyyən bir potensial enerji var. Gəlir, burada nəyə çevrilir? Yay müəyyən qədər sıxır və yayın potensial enerjisinə çevrilir. Yəni, mgh nəyə çevrilir? Kx kvadrat bölü 2'yə çevrilir. Olur ki, mgh nəyə bərabərdir? Kx-ə. Məndən bu x-i soruşur. Gəlin tapaq. X nəyə bərabərdir? 2 mgh bölünsün k-ya. 2 vurulsun. Kütləm 3, j 10, h 10, k da 2400. Deməli, burada 100, bax bu sıfırları apardı. 6. Burada x kvadratıdır. Baxın, bunu nəzərə almamışam. Diqqətsizlik. Olur 4'də 1. X kvadrat 4'də 1'ə bərabərdirsə, x də 2'də 1'ə bərabərdir. Cavab olur C variantı. Düşey kəsdi şəkildəki kimi olan yolda sürtünmələr önəmsizdir. 5 kiloqram kütləli cisim, yay sabiti 1000 Newton bölü metr olan, yəni sərtliyi yayın önünə qoyulduqda sonra 20 cm sıxışdırılıb buraxılınca A'ya qədər çıxa bilir. Yayı sıxırsan, yayın potensial enerjisi nə olur? Baxın. Digər potensial enerjiyə çevirir də, yəni yerdə müəyyən qədər hündürlüyə qalxır. O potensial enerjiyə çevrilir. Onda belə yazırıq. Kx kvadrat bölü 2 nəyə bərabər olur? mgh-a. Buradan kx kvadrat nəyə bərabərdir? 2 mgh-a. Buradan h-ı tapırıq. Kx kvadrat
bölünsün 2 mj. Gəlin qoyaq yerinə. K nəyə bərabərdir? 1000-dir. X 20 santimetrdir, yəni 0,2 metrdir. Onu da kvadrata yüksəlsək 0,4, 4 vurulsun, 10 üstü -2. Aşağıda 2, kütlə 5, J'də 10. Deməli 10 üstü -2 bu 2-ni apardı. Onda yuxarıda qaldı 4, 4 ilə də 2 ixtisar getdi. Burada qaldı 2. Düzdürmü? Burada nəsə hesab səhv elədik. Bir deyə baxım. Bitir 1000 veribdi. Mən 100 yazmışdım, ona görə səhv oldu. Aha. Deməli 10 üstü -2, bax bu 2 0 apardı. 2 ilə 4 aşağıdakı 2 ilə yuxarıdakı 4 ixtisar getdi. Yuxarıda qaldı 2. Deməli bu 10 da bu 10 aparır. Onda nə qalır? 5-də 2 qalır. Cavab olur. Y variantı. Baxaq 8-ə. Deməli şəkildəki düzləmdə sadəcə əyik düzləm, yəni bu mail müstəvi ancaq, baxın bu mail müstəvi ancaq nədir? Sürtünməlidir. Burada bir sürtünmə var. Deməli buna görə 20 metr bölü saniyə sürətlə atılan cisim yaya çarpdığında yayı ən fazla neçə metr sıxışdıra bilir? Deməli müəyyən hündürlükdən müəyyən sürətlə atılır. Deməli onun həm potensial enerjisi var, həm də kinetik enerjisi var. Bir də hərəkətin əksi istiqamətdə deməli sürtmənin gördüyü iş var. Yəni F vurulsun L. Bərabər olur nəyə? Gəlir yayın müəyyən qədər sıxır, yayın potensial enerjisinə çevrilir. Deməli baxaq, kütləmiz nə qədərdir? 2-dir. J 10-dur. H da 15-dir. Üstə gələk. Yenə kütlə 2-dir. Sürət 20 kvadrat olacaq 400 bölünsün 2. Çıxılsın. Sürtünmə qüvvəsini verib 10. L də nə qədərdir? 30-dur. Bərabər olur. 200 x kvadrat bölünsün 2. Gəlin sadələşdirək. Bura olacaq 300. Üstə gələk 400. Çıxılsın 300. Bərabərdir 100 x kvadratına. 300-lər ixtisar gedir. Qalır x kvadratı. 4-ə bərabərdir. Buradan da x-i tapırıq 2 metrdir. Deməli ən fazla nə qədər sıxışdıra bilir? 2 metr. Şəkildəki düzənəkdə 2 kiloqram kütləli cisim K nöqtəsindən 10 metr bölü saniyə hızla fırlatıldığında L nöqtəsindən 15 metr bölü saniyə sürətlə keçir və ən fazla yayı 2-də 3 metr sıxışdırır. Deyir, bu yargıdan hansı düzdür? Baxın, cisim birinci yuxarıdan mail müstəvidə 8 metr hündürlükdən müəyyən sürətlə atılır. Deməli, həmin nöqtədə, bax bu nöqtədə, K nöqtəsində onun həm potensial enerjisi var, həm kinetik enerjisi var. Gəlin, tabaq tam enerjini. Deməli, potensial enerji üstə gələk kinetik enerji, yəni mgh üstə gələk mv kvadrat bölünsün 2. Kütləmiz 2-dir, j 10-dur, h 8-dir, üstə gələk kütlə 2, sürət 10 kvadratı 100 bölünsün 2. Görək neçə eləyir? 160 üstə gələk 100 olur 260. Baxın, K nöqtəsində mən tam enerjimi tapdım. Burada bu L nöqtəsindən deyir 15 metr bölü saniyə sürətlə keçir və yer səthində olduğuna görə orada ancaq nəyi var? Potensial enerjisi yoxdur, ancaq kinetik enerjisi var. Gəl L nöqtəsi üçün onda tam enerjini tapaq. Ancaq kinetik enerjiyə bərabərdir. Əgər K nöqtəsində tam enerji L nöqtəsindəkinə bərabər olsa, onda deyəcək ki, sürtünməsizdir. Yox, bərabər olmasa, onda sürtünmə qüvvəsi var. Deməli, kütlə 2-dir. Sürət 15 kvadratı 225 bölünsün 2. Nə qalır? 225 jol qalır. Görürsünüz? K nöqtəsində tam enerji 260 idi, L-də 225. Deməli, bura mütləq şəkildə sürtünmə qüvvəsi təsir edir. Yəni, səth mütləq şəkildə sürtünməlidir. Deməli, KL sürtünməsidir, fikri səhvdir, sürtünməlidir. İndi gəlin M nöqtəsinə baxaq. M nöqtəsində də cisim gəlir, neyinir? L-dən gəlir müəyyən sürətlə, kinetik enerji ilə, gəlir K nöqtəsinə, yayı müəyyən qədər sıxır, yayın potensial enerjisinə çevirir də kinetik enerji. Onda baxaq, M nöqtəsi üçün tam enerji nəyə bərabərdir? Kx kvadrat bölü 2-yə. Çünki ancaq yayın potensial enerjisi var da. K 200-dür. Yayı nə qədər sıxır? 2-də 3 metr. Onun da kvadratı olacaq 4-də 9. Bölünsün 2. Deməli, 2 ilə 200 getdi 100. 100. 100 ilə də 4 getdi 25. 25 də 9-a vuranda bu da 225 jol eləyir. Deməli, L nöqtəsində də 225 idi, M nöqtəsində də 225 idi tam enerji. Deməli, bu mütləq şəkildə bu səth sürtünməsizdir. Cavab 2 və 3 Y variantı olacaq. Deməli, kütləsi 4 kiloqram olan şəkildəki konumdan deməli, sərbəst buraxılır cisim yayı ən fazla 1 metr sıxışdırır. Məsələn, yayı bura qədər tutalım 1 metr sıxışdırdı. Onda ümumilikdə nə qədər hündürlükdən atılır? 10 metr hündürlükdən atılır. Aha. İndi yay sabitini tap.
Onda nə olur? Cisim müəyyən hündürlükdən sərbəst şəkildə buraxılırsa, ancaq ki, potensial enerjisi var. Yəni MGH nəyə bərabər olur? Kx kvadrat bölünsün 2-yə. Baxaq, kütlə nə qədər? 4, J 10, H da 10 metr. 9 aşağıda da 10. Nəyə bərabərdir? K-nı verib bizdən soruşur. Nə qədər? 0, 1 metr. 0 bölünsün 2. Buradan da K-nı tapırıq. Nə qədər eləyir? 800 eləyir. Cavab olur A variantı. Deməli, baxaq 11-ə. Yay sabitləri K1 və K2 olan yayların ucuna 2M və M kütləli yüklər bağlanır. Məndən potensial enerjilərinin nisbətini soruşur. Baxın, aşağıya doğru nə var? Gəlin ağırlıqların yazaq. Aşağıya doğru 2mg var. Digərində mg var, düzdürmü? Onda tarazlıqda olduğuna görə elastik qüvvə nəyə bərabərdir? Kx-ə, o da nəyə bərabərdir? mg-yə. Gəlin birinci üçün yazsaq, potensial enerjinin F elastik kvadratı bölünsün 2K düsturundan istifadə edəcəm. F elastik də nəyə bərabərdir? mg-yə. Kütlə nə qədərdir? 2mg. Onda kvadratı olacaq 4m kvadratı, j kvadratı. İstəklikdə K-dır. 2-lər ixtisar gedir. Onda nə qalır? 2m kvadrat, j kvadratı bölünsün K. Bu birinci üçündür. İndi ikinci üçün tapaq. Yenə m kvadrat, j kvadrat bölü 2K. Deməli, kütləm m-dir. Onda olacaq m kvadrat, j kvadrat bölünsün 2 vurulsun K-da 2K-da. Onda m kvadrat, j kvadrat bölünsün 4K olacaq. İncə nisbətinə baxaq. Yəni y1 bölü y2, yəni 2m kvadrat, j kvadrat bölünsün K bölünsün m kvadrat, j kvadrat bölünsün 4K qalxdı yuxarı. M kvadrat, j kvadratlar, K-lar ixtisar getdi. Yuxarıda nə qaldı? 2 vurulsun 4-dən cavab olur 8. C variantı. Baxaq. Yay sabitləri K1, K2 olan yaylar ilə M4M kütləli cisimlər şəkildə kimi bağlanıb sistem tarazlığa gələndə yaylardakı potensial enerji nisbətini soruşur. Baxın, bu birinci yay həm bu mg ağırlıqlı, həm də 4mg ağırlıqlı cismi neyinir? Saxlayır. Onda Kx nəyə bərabər olur? mg-yə tarazlıqda olduğuna görə. Onda F elastik kvadrat bölünsün 2K düsturundan birinci üçün yazsaq, deməli, olacaq m kvadrat, j kvadrat bölünsün 2K. Gəlin baxaq. Birinci yay dedik, 2 cismi birlikdə saxlayır. mg ağırlıqlı cisimdən 4 mg-ni. Yəni, olacaq 5 mg. Onda kvadratı 25 m kvadrat, j kvadrat. Hansı yay saxlayır? K. K sərtlikli yay. İndi y2 üçün tapsaq, olacaq. Ancaq 4-ü saxlayır da, düzdürmü? Olacaq 16 m kvadrat, j kvadrat bölünsün 2 vurulsun 4, yəni 8K. Nisbətə baxsaq, yəni 25 m kvadratı, j kvadratını bölünsün 2K-nı bölək 16 m kvadrat, j kvadrat bölünsün 8K-ya. K-larımı ixtisar apardım. M kvadrat, j kvadratlarını ixtisar getdi. Aha. 2 ilə 8 getdi. Burada qaldı 4. 4 ilə 16 getdi. Aşağıda qaldı 4. Olur 4-də 25. Cavab olur B variantı. Sürtmələrin önəmsənmədiyi şəkildəki düzənəkdə 5 kiloqram kütləli cisim yay sabiti 80 Newton bölü metr, yəni sərtliyi olan yay ilə tarazlıqdadır. Buna görə yayda depo edilən esnəklik potensial enerjisi. Aşağıya doğru 50 Newton ağırlığı var. Toplananları ayırsaq. Bura 53 dərəcə olandan, bax, burada 53 olacaq, onda bura x toplanan olacaq, bura y toplanan olacaq. Onda f y nəyə bərabərdir? mg sinus 53 dərəcəyə. Yəni 50 vurulsun, sinus 53-də 0,8, bura olacaq 40. Gəlin elə silək. Onda baxın. Bu ağırlıq qüvvəsidir. Bu ağırlıq qüvvəsinin sinus toplananıdır. Şaquli toplananı, bu isə üfüqi toplanan, aşağı toplananları yazaq. Bu 40-dırsa, bu birisi neçə olacaq? Kosinus 53 0,6 olur. Burada olacaq 30. İndi məndən potensial enerjini soruşur. Onda potensial enerji nəyə bərabərdir? Deməli, gəlin yazaq. Deməli, mən elastik qüvvəmi tapdım da. Bax, F elastik qüvvədən nəyə bərabərdir? Kx-ə bərabərdir. Mən elastik qüvvəmi tapdım 40-dır.
Yay sabitim, yəni sərtliyimi verib 80-dir. Onda mən uzanmanı tapıram. Uzanma nəyə bərabərdir? 40 bölünsün 80-dən 2-də 1. Onda potensial enerjimi tapım. Potensial enerjim nəyə bərabərdir? Kx kvadrat bölünsün 2-yə. K-nı verib mənə 80. X-i 2-də 1 tapdım. Kvadratı 4-də 1 bölünsün 2. 4 ilə 80 ixtisar getdi. Burada qaldı 20. 20 də 2-yə böləndə olur 10. Cavab olur variant. Önəmsənmədiyi düzənəkdə M kütləli cisim A nöqtəsindən sərbəst buraxılanda sərbəst buraxılır. Yəni başlanğıc sürətsiz buraxılır və 0-0-dır. Yayı ən fazla x qədər sıxışdırır. İndi gəlin yazaq. Birinci halda müəyyən mgh hündürlüyünə sərbəst buraxılır. Gəlir yayı müəyyən qədər sıxır. Yəni kx kvadrat bölü 2-yə bərabərdir. Olur ki mgh kx kvadratına bərabərdir. Buradan k-nı, daha doğrusu x-i tapsaq, olacaq 2 mgh bölünsün k-ya. İndi mənə deyir ki, x hansına bağlı deyildir. Cismin kütləsindən asılıdır. H hündürlüyündən asılıdır. Alfa açısı, yox, alfa açısından asılı deyil. Yəni alfa bucağından asılı deyil, cavab olur C variantı. Yayın önünə M kütləli cisim qoyulandan sonra yay x qədər sıxışdırılıb sərbəst buraxılır. Cisim sürtünməli KM yolunda eldə durur. M-ə qədər getməsi üçün, yəni bax bu yolu uzatmaq üçün deyir hansı işləmlər edilə bilər. Birinci, yayın potensial enerjisi var. Bu nəyə çevrilir? Sürtünmə qüvvəsinin gördüyü işə, yəni F sürtünmə vurulsun L. Sürtünməni də açsaq olacaq μmg vurulsun L. Yəni kx kvadrat bölü 2 μmg L-ə bərabərdir. İndi baxaq. Cismin kütləsini azaltsaq. Baxın. Cismin kütləsini azaltsam, onda nə olacaq? Deməli, M ilə L tərs asılıdır. Onda L artacaq. Onda bu məsafə, yəni L-də durursa, onda M-də dura bilər. Bəli. Bu ola bilər. Yay sabitini artırmaq. Yay sabiti. Yay sabiti də nədir? Sərtlikdir. Yəni yavaş-yavaş bunu sileyim. Mən bunları sileyim. Qarışmasın da. Olacaq. Dəqiqə. MMG. MMGL. Aha, yay sabitini artırsam, K ilə L düz asıldı. Onda L də arta bilər, bəli. Sıxlaşma miqdarı. Sıxlaşma miqdarı da odur ki, yəni bu x-i. Mən x-i artırsam, x ilə L, görürsünüz, bərabərliyin ayrı-ayrı tərəfindədir, bir-birini düz asılıdır. X-i artırsam, L də arta bilər, bəli. Edilə bilər. Önəmsənmədiyi düzənəkdə dəncə konumu olan yay K nöqtəsinə qədər sıxışdırılıb sərbəst buraxılır. Cismin hızının böyüklüyü L-dən keçərkən VL olur, M-dən keçərkən VM olur. Onların nisbəti məndən soruşur. Bax, əvvəl O nöqtəsindəymiş, düzdürmü? Və buradaymış. K-ya qədər sıxışdırılır. Gəlin bu hər aralığa x deyək. Onda nə qədər sıxışdırılır K-ya gələndə? 4x qədər sıxışdırılır. Onda mənim potensial enerjim nəyə bərabər olacaq? Kx kvadrat bölü 2-dən K bölünsün 2, x-i yenə 4x kvadratı yazırıq, olur 16x kvadrat. Kx kvadratı y ilə işarə eləsək, olacaq 16y. Deməli, K nöqtəsində onun potensial enerjisi 16y olacaq. İndi baxaq L nöqtəsinə. L nöqtəsində 1, 2, 3, 3x qədər sıxışdırılır. Olacaq L nöqtəsində K 3x-in kvadratı, yəni 9x kvadrat bölü 2, kx kvadrat bölü 2-ni y ilə işarələsək, olacaq 9y. L nöqtəsində 9y olacaq. M nöqtəsində k bölü 2 vurulsun 2x-in kvadratı, 4x kvadratı olacaq. Burada onda 4y. Burada isə olacaq N nöqtəsində y. İndi gəlin, baxaq. Deməli, indi məndən nəyi soruşur? Sürətləri soruşur. Sürətləri soruşursa, baxın, K nöqtəsində sıxılananda hələ ki sürəti yoxdur. Sadəcə potensial enerjisi var. Ona görə K nöqtəsində mənim kinetik enerjim nə qədər olacaq? 0 olacaq. Deməli, L nöqtəsinə gələndə, deməli, olacaq 16y çıx 9y'dən 7y olacaq. M nöqtəsində 16y çıxılsın 4y'dən. Deməli, onu da qeyd edim ki, O nöqtəsində onun sürəti olur. Çünki yay dartılır, müəyyən sürətə malik olur. Sonra sıxılır, müəyyən potensial enerjiyə, kinetik enerji potensial enerji çevirir. Bax, O nöqtəsində isə onun kinetik enerjisi 16y'dir. Ondan sonra M nöqtəsində 12y'yə bərabərdir.
N nöqtəsində isə deməli 15 y-yə bərabərdir. Düzdürmü? Mən kinetik enerjilərimi tapdım. İndi məndən V bölünsün V-in nisbətini soruşur. Y nəyə bərabərdir? Y kinetik enerji. MV kvadratı bölü 2. V-nin kvadratı ilə düz asılıdır. V-ni tapanda nə edirik? Kök altında 2YK bölünsün M-ə. Gəl baxaq. Birinci hansı nöqtə üçün? VL üçün tapaq. VL üçün bərabərdir. N nöqtəsində mənim kinetik enerjim nəyə bərabərdir? 7-yə bərabərdir. 2 vurulsun 7-yə bölünsün M. İndi gəlin VM üçün tapaq. VM üçün isə kinetik enerji 12y'yə bərabərdir. 2 vurulsun 12y bölünsün M-ə. Qələm artıq sözümə baxmış. Onda VL bölünsün VM-i tapsaq, bu olacaq kök altında. Deməli 14y bölünsün M. VM isə olacaq 24y bölünsün M. M'lər ixtisar gedir, y'lər ixtisar gedir. Deməli 2'yə ixtisar aparsam 7, aşağıda qalır 12. Olur kök altında 12'də 7. Cavab olur D variantı.